bu günləri həbsxanalar ağzına qədər doludur. Bəzi cəzaçəkmə müəssisələrində məhbuslar yerə döşəyətib döşəyin üstündə yatırlar. Hətta yatacaq üçün çarpayları da yox. Hələ bir tərəfdən də tutub doldururlar içəri. Yəni orada insanlar üçün bu şərait yaradılacaqmı, onların rahatlığı təmin olunacaqmı? Bu sual görünür ki, heç kəsi narahat etmir. Yoldaşım da 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır, sözü karantində saxlanılır, amma müəssisənin özündə mən 3-4 dəfə oraya getmişəm, yəni orada ailə, məhbusların yanına gələnlər danışırlar ki, təsəvvür edin ki, deyəsən onun 1300 nəfərlik tutumu var, 1700-ə yaxın məhbus saxlanılır, yəni balaca bir yerdir. Və orada təsəvvür edirsiniz ki, tualet üçün saatlarla ayaq üstə növbə gözləyir məhbuslar, hamam üçün saatlarla ayaq üstə növbə gözləyir. Yəni yoxdur şərait, adam çoxdur, yer azdır, adam çoxdur, şərait yoxdur. Və buna baxmayaraq, bütün bunları nəzərə alıb insanlar düşünürdülər ki, yəqin ki, 8 noyabrda qələbə günündə böyük bir amnistiya olacaq və xeyli sayda siyasi məhbusa da şamil olunacaq, amma bu təəssüf ki, olmadı. Məni 2 il yarımdır bu sualı ölkə başçısına İlham Əliyevə, cənab İlham Əliyevə bu sualı ünvanlayıram. Təbii ki, Azərbaycanda bilirsiniz ki, xalq o təbəqədir ki, hər zaman əzilən təbəqədir. Və bu əzilən təbəqənin sualları, bunlar əzilərkən, bilirsiniz də, hər bir canlını əzəndə, canlının ağrısından bir etiraz səsi çıxır da, ondan bir səs eləyir, bir qışqırır, bağırır. Biz də əzildikcə hərdən bir səsimiz çıxır ki, yəni ki, çox əzdiniz, biraz da ayağınızı çəkin də, yəni çox əzirsiniz, nəfəsimiz çatmır, xəşil oluruq, qabırğalarımız deşilir, bəsdir də, biraz imkan verin, bir balaca. Yəni, ona görə biz dəfələrlə sual vermişik ki, bu adamların günahı nə idi, bunları niyə görə həbs elədiniz və niyə görə bunlar günə-gün yatırlar həbs cəzasını, həbs müddətini günə-gün yatırlar. 2 nəfərin ev dustaqlığına çıxmağını gördüm. Bu adam, bu 2 nəfər gənc, sağlam idmançılar idi. Hansı ki, onlar bir yerdə birləşib, ikisi bir deməli, məmuru döymüşdülər, yəni dövlət məmurunu döymüşdülər. Siz təsəvvür edin ki, bizimkilər bu narkotik ittihamı ilə şərlənib həbs edilən dindar məhbusların ailələri, vəkilləri dəfələrlə vəsatət qaldırdı ev dustaqlığı ilə bağlı. Bunların heç birini ev dustaqlığına buraxmadılar. Amma hətta bunların arasında yaşlıları da var idi. Məsələn, bugün də həbsdə olan artıq 2-ci siyasi məhbusluğunu yaşayan, məsələn, Etibar İsmailov, 1-ci Qarabağ müharibəsinin veteranı və ya Bəxtiyar Bağırov, 1-ci Qarabağ müharibəsinin veteranı. 6 dindar qadın həbsdədir də, bilirsiniz. Onların ev dustaqlığı ilə bağlı, onların vəkilləri xəstə olduğuna görə, hətta onlardan biri Xoşqədəm Quliyeva onkoloji xəstədir, bilirsiniz. Onun vəkili Zübeydə Sadıqova ev dustaqlığı ilə bağlı vəsatət qaldırır və vəsatət təmin olunmadı. Necə olur ki, qadına, özü də onkoloji xəstəyə vəsatət qaldırılır ev dustaqlığına, ona ev dustaqlığı verilmir, amma sağlam, gənc, idmançı kişilərə ev dustaqlığı verir, hansı ki, əynində informasiya olan bir adamı, dövlət məmurunu döyürlər. Bu nifrətin, bu ayrı seçkiliyin səbəbini bilmirik. Səbəb odur ki, biz dindarıq ona görə. Əgər həqiqətən də belə bir, İslama belə bir nifrət varsa, o zaman prezident əlini niyə görə Quranın üstünə qoyub and içir? Hansı ki, biz onu görürük. Azərbaycanda İslamofobiya pik həddə çatıb artıq. Bu yaxınlarda bilirsiniz ki, Masallıda bir kənddə 5 yaşlı uşaq bir məclisdə, dini məclisdə iştirak etdiyinə görə deməli, Axundu 1500 manat cərimə eləmişdilər. Hansı ki, Azərbaycanda 5 yaşında uşaqlar bütün tədbirlərdə iştirak edirlər. Ən azından oriental rəqqasələrin yarısılpaq oynadığı mərasim, toy mərasimlərindən tutmuş, bütün mərasimlərdə iştirak edirlər. Hər yerdə. Hətta siz yəqin görürsünüz, sosial şəbəkələrdə belə bir elan paylaşılır. 3 yaşından 13 yaşından uşaqları modelyer kimi işə cəlb edirlər. Hansı ki, bu uşaq əməyidir. 3 yaşında uşaq necə modelyeri eləyə bilər? Yəni, onu öyrədib bu həddə çatdırmaqdan ötürü ona nə qədər əziyyət verirlər. Amma 5 yaşında uşaq məscidə gedəndə Axundu 1500 manat, özə nə qədər 100 manat deyir, 200 manat deyir, 1500 manat cərimə edirlər. Hansı ki, o Axundu o qədər maaşlı alınır. Yəni, biz hər şeyi görürük bu ölkədə, bu dindarlara olan nifrəti də görürük, İslamofobiyanı da görürük. Yəqin ki, dindarların bu günləri onlara qarşı bu baskı, onları bu günləri günə-gün həbs cəzasının müddəti bitməmiş
ən azından yarım müddət olanda da yəni azadlığa çıxmamasının, azadlığa buraxılmamasının səbəbi yəqin ki budur. İndi deyəcəklər ki, bir qismi çıxdı, bir qism Azərbaycanda 4000-dən yuxarı dindar eyni vaxtda həbs olunmuşdu. Yəni bu bir qism heç 7-8 nəfər də azadlığa çıxıb. Bir qism onu təmin eləmir axı. Deyir, yəni tarixi bəzən xatırlatmaq lazımdır ki, özümüz üçün nəsə bir nəticələr çıxardaq. Məsələn, mən bunu dəfələrlə demişəm, yenə də deyirəm. Azərbaycanda 2-ci Qarabağ müharibəsində durub Livandan Azərbaycana ərini də götürüb gələn bir qadın var idi. Maral Nazaryan. Beynəlxalq dərəcəli muzlu qatildir bu adam, snayperdir. Onu deməli burada bizim hərbiçilərimiz onu əsir almışdılar. Azərbaycan hökuməti o adama istintaqsız məhkəməsiz deməli snayperi ilə gəlib bizim torpaqlarımızda ermənilərə qoşulub bizə qarşı döyüşən, bizim onlarla igidimizi snayperlə vurub şəhid eləyən bir qadına istintaqsız məhkəməsiz öz ölkəsinə geri qaytardılar. Bu günləri mən hərdən onu görürəm sosial şəbəkələrdə, öz həyatını yaşayır, gülür, danışır, sevinir, xoşbəxt, üzündən gözündən xoşbəxtlik yağır Maral Nazaryanın, Livan ermənisinin. Amma onun öldürdüyü o şəhidlərimizin anaları, ataları gənc yaşında ürəkləri partlayıb öldü, neçəsi xəstəliyə düşdü, öldü. Görürsünüz də, demək olar ki, şəhidlərimizin atası, anası necə gənc yaşlarında dünyalarını dəyişdilər. Bu adam buna görə cəza almalıydı. Bizim şəhidlərimizin, bizim oğullarımızın qanını axıtmışdı, cəzalandırılmalıydı. Amma Maral Nazaryan cəzalandırılmadı. Dindarlar cəzalandırıldı, dindarlar. Heç bir günah olmayan dindarlar həbs olundu, standart həbs cəzası qoyuldu. Məsələn, keçmiş Nardaran məhbusları 6 il, keçmiş Gəncə məhbusları 5 il. Yəni, elə bir ki, öncədən bir senari hazırlanmışdı ki, bu belə olmalıydı. Bəlkə də deyəcəksiniz ki, niyə görə danışırsan, bütün bu danışmağın bir əhmiyyəti varmı? Onsuz da nə qədər danışırsan, danış deyir, o dərmanlığını eləyir, çaxçaq baş ağrıdır. Onsuz da bizim işimiz o çaxçaqdan da nə qədər danışırıq, heç kəs əhmiyyəti verməyəcək. Mən tanıdığım məhbus ailələrin demək olar ki, əksəriyyəti çox ağır xəstəliklər tapıb. Yəni, bu haqsızlığa, bu əziyyətə dözməyib ağır xəstəliklər tapıblar ki, oradan da biri mənəm ki, mən həyat yoldaşım qarşı olan iftira, böhtan və onun o haqsız yerə məhbusluğu mənim səhətimdə çox ciddi təsir qoyub və mən demək olar ki, bunun çox pis əziyyətini çəkirəm və eyni zamanda da mənim həyat yoldaşım. Ona görə də hərdən bir, yəni bu qədər içimizə hər şey salıb boğumu özümüzü öldürmək lazımdır. Hərdən bir səsimizin çıxması lazımdır ki, yəni görsünlər ki, biz canlıyıq, əziləndə səsimiz çıxır. Mən buradan üzümü tutub ölkə başçısına, hansı ki bizim prezidentimiz həmişə çıxışlarında deyir ki, siz deyin, ölkədə baş verənlər siz deyin, mən də sizə baxın, bilim ki, ölkədə nələr baş verir. Prezident, mən də istədim ki, bu ölkənin vətəndaşı olaraq, bir jurnalist olaraq, bir hüquq müdafiəçisi olaraq sizə ölkədə baş verənlərlə bağlı məlumat verim. Ondan ötürü gəldi, biz bir dəstə, deməli, məhbus fəaliyyəti gəldik Milli Məclisə, bizi orada qovdular, yığdılar polis maşınlarına, bundan öncə. Bizi yığdılar, apardılar Sabahlı rayon polis idarəsinə. Orada bir rəis müavini vardı, adı yadımda qalmıyor, bir hündür adam idi. Rus dilli aksenti var idi. Dedi ki, siz 100 dəfə də gəlsiniz Milli Məclisin qabağına, mən sizi qoymayacağım Milli Məclisə girib, kiməsə orada bir kəlmə söz deyəsiniz. Biz dedik ki, biz kimisi dalaşmağa gəlməmişdik. Biz gəlmişdik ki, hansı ki bu deputatlar ki var, dövlət büdcəsindən ayda 10.000 maaş alıb yeyirlər. Biz də gəldik ki, adamlara deyək ki, bizim dərdimiz budur, bizim problemimiz budur. Siz də bu məsələni müzakirəyə çıxarın, yəni bu barədə danışın. Yəni öz problemlərimizi bəs kimə deməliyik? Gedib Paşinyana deməli deyilik ki, gəlib sizə deməliyik. Dedik 100 dəfə də gəlsiniz, biz sizi qoymayacağıq Milli Məclisə tərəf keçəsiniz. Çox gözəl, çox yaxşı. İndi onlar seçilmişlərdir də, indi onları yaxşı, yüksək maaş verib qorumaq lazımdır. Bu sizin işiniz, özünüz bilərsiniz, biz qarışmırıq buna. Sonra getdik prezident aparatına. Orada da bizə dedilər ki, deməli, siz şikayətinizi yazın qoyun, biz gedəcəyik. Təbii ki, biz 2 il yarımda, artıq 3 ilə az qalıb da, bu müddətdə ailələr, valideynlər dəfələrlə getdi prezident aparatına. Gəlin, yazın qoyun, biz bu şikayətə baxacaq, amma heç vaxt bu barədə bizə heç bir məlumat verilmədi, şikayətə baxıldı, baxılmadı, nə oldu, nə yerdə qaldı, sadəcə olaraq bu yola verdidir. O zaman ortaya sual çıxır. Biz getdik Ombudsman aparatına, hansı ki, bizim Ombudsman sağ olsun, erməni qatillər ki var Azərbaycanda, bir gündə 200 nəfər adamı öldürən, qətl edən ermənilər var ki, məsələn, Raşid Belqaryan və ya digər o
Xocalı soyqırımda qətliam törədən ermənilər. Onların yanına dəfələrlə gedib baş çəkən ombudsmanımız var, maşallah. Bir dəfə olur olsun, məsələn, tutaq ki, 3 il az qalıb ki, bir müddət olsun, məsələn, hansısa bir dindar məhbusla baş çəkib, onun dərdini soruşmayıb ki, nə baş verir ki, birdən-bir Azərbaycanda bir ilin içində 4000-ə yaxın dindar həbs olundu. Biz ombudsman aparatına getdik, prezident aparatına getdik, baş prokurorluğa getdik, hər yerə getdik ki, və aksiya elədik ki, çıxaq səsimizi sizə çatdıraq, bizi boğmalayıb basdılar, maşına dağıtdılar polislər. Axırıncı dəfə məhkəməyə görüşürəsinə getdik ki, bizi qəbul edin, biz danışaq ki, ölkədə məhkəmə bu formada məhkəmə sistemi olmur. Belə məhkəmə olmur. Bu məhkəmə deyil, bu məshəkədir. Bu günləri məhkəmə baş verir və vəkilin qaldırdığı heç bir vəsatət təmin olunmur. Bu necə olur ki? Mən sənə ağzı skoçla bağlayıram, əllərə də qandalı vururam və sən üzrə deyirəm ki, sən xainsən, sən cəsussan, sən narkomansan, sən narkobaronsan, hər şey deyirəm. Bu adamın ağzını açın, qoyun bu da danışsın da. Yəni, bunun vəsatətini qəbul edin ki, bu nə dərəcədə haqlı olduğunu sizə sübut eləsin də. Buna imkan vermədilər. Siz deyirsiniz ki, səsinizi bizə çatdırın, sonra da bizə gələn yollarımızın hamısını bağlatdırırsınız. Bu düzgün yanaşma deyil, bu düzgün siyasət deyil. Bizə deyirsiniz ki, ölkədə baş verənləri bizə çatdırın. O zaman medianı, məsələn, bu həbs olunan jurnalistlər ki var, onlar sizə bu ölkədə baş verənləri çatdırırdılar. Elə çatdırdıqlarına görə də hamısını şərləyib, həbs edib, zindanlara atdılar. Yəni, söhbət oldu ki, belə bir şey yoxdur Azərbaycanda. Kimsə bilən inanar ki, ay mən durum danışın, doğrudan da prezidentə səsimi çatdırın. Prezident bizim səsimizi eşitmək istəmir. Eşitmək istəsəydi, indiyəcən eşitərdi. Mən dəfələrlə demişəm. Necə oldu ki, Maral Nazaryanı, erməni qatili Maral Nazaryanı əfv eləyən prezident, bağışlayan prezident, dindarlara qarşı, heç bir günah olmayan dindarlara qarşı bu qədər aqressiv münasibət göstərdi. Kimsə durub deyə bilər ki, bunun prezidentə nə dəxli var? Azərbaycanda bu işə məhkəmə baxıb, məhkəmə sistemi Azərbaycanda müstəqildir. Bu nağıllara artıq inanan yoxdur. Çünki Azərbaycanda bu günləri elə bir ailə yoxdur ki, Azərbaycan məhkəməsindən onun yolu keçməsin. Və Azərbaycanda məhkəmə adına o məsəkələr onun ciyərinə dağ çəkməsin. Azərbaycanda bu gün elə bir ailə yoxdur. Bir dəfə o keçmişdə padişahlar əyinlərini dəyişirmişlər, başqa bir paltar giyirmişlər, gedirmişlər, xalqın içinə girirmişlər. Görə bu xalqın dərdi, səri var, görə kimin dərdi nədir? Görə bu əyan, əşrəf, bu məmurlar, bu vəzir, vəkil yaxşı baxır, pis baxır, bu xalqla necə rəftar edir, bunu öyrənməkdən ötürü gedib baxırlar. Bu gün ona ehtiyac yoxdur. Sosial şəbəkələrdə hər şey yazılır, deyilir. Sosial şəbəkələrdə də haqqını tələb edənlərin hamısı şərlənib həbs olunurlar və onların haqqını çatdıranlar da şərlənib həbs olunurlar. Yəni bir dənə yol var. Ya həbs olunacaqsan, ya həbs olunacaqsan. Və salam şutan, başqa bir yol yoxdur. Başqa bir yol yoxdur ki, insanlar sözün desin. Maral Nazaryan, Aznıq Bağdasaryan 35 il Azərbaycan xalqına öz yurdunda, öz torpağında snayperlə dənləyən, qətlə yetirən, 35 il Ermənistanda snayper batalyonları yetişdirən Aznıq Bağdasaryan adlı erməni qadını gətirib, bütün dünyaya sivil vətəndaş kimi təqdim edib, qabağına da bütün dünyanı yığıb o beynəlxalq dərəcədə bir dənə bir mətbuat konfransı keçirib, onun ürək sözlərini dünyaya çatdırmaq imkanı yaradan Azərbaycan hökuməti bu günləri məhbus ailələrinə imkan vermir ki, gedib ya bir yerə yığılıb, bir yerdə bir mətbuat konfransı keçirsinlər, ya beşi bir yerə yığılıb, gəlib bir yerdə bir söz desin. 5-6 nəfər adam bir yerə yığılan kimi polis əlində dəyənək gəlib hamını dağılır. Niyə? Niyə cənab prezident bizim sizin yanınızda Aznıq Bağdasaryan qədər, Maral Nazaryan qədər dəyərimiz yoxdur? Niyə? Onlar Azərbaycan xalqının qanun tökürdülər. Onlar ona görə dəyərlidirlər. Biz bu xalqın dinin ənənəsini yaşadırıq. Ona görə dəyərsizlik. Sizin atanız Heydər Əliyev çıxışında deyirdi ki, mən uşaqlıqdan, mən anam əlimdən tuturdu, aşura məclislərinə gətirirdi. Anası aşura məclislərinə gətirirdi, böyüdü, oldu Heydər Əliyev. Bu günləri 5 yaşında uşaq məclisə gedir, tutub o mollanı cəriməli ellər ki, 5 yaşında uşaq dini məclisdə nə gəzir? Niyə? O məclisə gedəcək, o da böyüyüb olacaq bir Heydər Əliyev. Nə olacaq ki? Pis bir şey deyil, pis nümunə deyil ki. Bu pis bir nümunə olmadı ki. Yaxşı nümunədir. Bu günləri bizim şəhidlərimizə baxın, o ataları, anaları danışanda hamısı məscidlərdən çıxıb gedib. İndi nə oldu ki, bu dindarar məscidə getdin, həbs olundu, məhbus ailələrinə yardım elədi, həbs olundu. Məhbus ailələrinə, ümumiyyətlə başsız ailəyə yardım etmək, Azərbaycan dindən də əlavə söz yox, bunu dinimizdə tələb edir. Amma dindən də əlavə Azərbaycan xalqının
qədim ənənəsidir. Bir kişilik məktəbidir ki, bir kişi görür ki, qonşusunda bir adam az yatır, o narahat olur. Bu insanlıqdır. İnsanlığı eləyən adamları niyə görə tuturlar, onu da anlaya bilmədim. Bir adam yaxşı əməl eləyir, onu tuturlar. Amma bir adam durub xaricdən silahını götürüb, gəlib bizimkiləri burada qırıb yerə tökür. Ona deyirlər, hə, sağ ol, çox sağ ol, yaxşı eləyib biz gəlib qırdın burada. İndi də min təhəriyə dur, get yine. Get öz səhətliyi yaşa, get öz xoşbəxtliyi yaşa. Sənin öldürdüyün o şəhidlərin də ailələrinin ürəyi partlayıb ölsün. Yəni, başa düşmədiyim bəzi şeylər var ki, onunla bağlı mən sizə sual verirəm. Deyirsiniz ki, səsinizi mənə çatdırın, mən də bununla bağlı bir tədbir görüm. Səsimi çatdırıram, deyirəm. Yəni, bu insanların günahı nədir? Niyə sizin Azərbaycanda məhkəmə bu gündədir? Belə məhkəmə olmur. Biz nazir var idi, o İnam Kərimov. Əvvəllər qucağına bir quzu götürmüşdü, şəkil çəkdirmişdi. Hamı onu sevmişdi ki, nə yaxşı sadə nazirdir bu. Qucağına quzunu götürdü, quzunun iyi üstünə hopar, iyrənmədi, məsələn, başqaları kimi belə sadə, səmimi adamdır. Sonra bu gəldi, çıxdı məhkəməyə, ali məhkəməyə qoydular onu. Orada başladı rəhbərlik etməyə. Ali məhkəməyə gəlib çıxanda onun üstündəki quzunun iyi bütün məhkəməni bastı. Azərbaycanda bu günləri məhkəmələrdən qoyun qığının iyi gəlir. Məhkəmələri elə bir həddə çatdırıblar ki, həqiqətən də məhkəmə ali bir orqandır. Deyəcəksiniz ki, ali orqan haqqında niyə belə deyirsiniz? O İnam Kərimov elə ən yaxşısı göndərin onu zəhmət olmasa, biraz qoyun alın verin ona, geçsin çöldə qoyun otarsın. Onun işi də qoyun otarmaq imiş. Stalin 2-ci Dünya müharibəsində öz ölkəsini qalib etdi. Bütün dünyaya qarşı döyüşdü. Bütün dünyaya qarşı döyüşdü və qalib etdi. Bu günləri Stalinin o qalibiyyətindən heç kim danışmır. Bugün Stalinin 37-ci ildə insanları qırmağından, haqsız yerə həbs etməyindən danışırlar. Baxın, tarix görürsünüz necə amansızdır. Və sizin hakimiyyətiniz dövründə cənab İlham Əliyev, sizin hakimiyyətiniz dövründə cənab prezident, insanlar həqiqətən də haqsız yerə həbs olunurlar. Haqsız yerə həbs olunurlar. Və Azərbaycanda demək olar ki, məhkəmə hüquq sistemi çox bərbad gündədir. Yəni, bu şəkildə məhkəmə olmur. Mənim həyat yoldaşımın heç bir günahı olmadığı şəkildə 2 il 8 aydır həbsdə yatır və bu adam bu günləri bütün sağlamlığını itirib. Kim eləyir bunu? Bəlkə də siz 30 ildən sonra xəbər tutacaqsınız ki, bu adamlar da sən demə vətənə xəyanət edib, başqa ölkəyə işləyirmişlər. Bəlkə bu məhkəmə sahəsində işləyən adamlar, bu hansı ki dağıdılmış Milli Təhlükəsizlik Nazirliyində vaxtilə müstəntiq işləyən adamlar, hansı ki müstəntiq işlədiyi dövrdə buxarda qan utdurmuşdu və bütün o əməliyyatların hamısına, onlar orada hansı ki hamısında onların rolu var idi, əli var idi. O qanlı hadisələrin hamısında gətirib bu günləri onları həbs etmək əvəzinə, onları cəzalandırmaq əvəzinə gətirib Azərbaycanda Baş Ağır Cinayətlər Məhkəməsinə, Ali Məhkəməyə, Baş Apellyasiya Məhkəməsinə hakim təyin etdilər. Məsələn, onlardan biri Faiq Qəniyev. Faiq Qəniyev Milli Təhlükəsizlik Nazirliyində əli qana batmış müstəntiqlərdən biri idi. Gəlib sonra Baş Ağır Cinayətlər Məhkəməsində hakim olanda mənim həyat yoldaşımın və digər narkotiklə şəhərlənib həbs edilən dindarların və digər siyasi məhbusların demək olar ki, işində hakim qismində sədrlik etdi o. Və biz işi apellyasiya məhkəməsinə verəndə getdik, gördük, apellyasiyada da gəldi, Faiq Qəniyev çıxdı və hər ikisində də bizim işimizi rədd etdi. Yəni, heç bir sübut, özü də durub dedi ki, səni həbs etmək üçün ortada heç bir dəlil sübut yoxdur. Hakim bunu deyir və 4 il həbs cəzası verir. Niyə görə bu məsələlər araşdırılmır? Mən sizə ötən canlı yayında da mən sizə müraciət etdim, cənab prezident. İndi yəqin ki, mənim səsim sizə çatmır, inşallah ki, nə vaxt çatacaq bu. Mən sizə müraciət etdim və sizə 2 ittiham aktını oxudum. Yəni, siz vaxtınız olanda, zəhmət olmasa, götürün bu siyasi məhbuslar haqqında yazılan ittiham aktlarını oxuyun. Məsələn, o Tərtər faciəsindəki ittiham aktını oxuyun, dəhşətə gələcəksiniz. Məsələn, dindarların ittiham aktını oxuyun. Yəni, inanın ki, o qədər gülüncdür. O qədər məsuliyyətsizliklə yazılır ki, çünki bilirlər ki, heç kəs buna niyə görə bunu bu şəkildə yazılmışsan sualını verməyəcək. Yəni, bu qədər məsuliyyətsizlik ola bilməz. Bir insanın həyatından söhbət edir. Adamlar haradasa işləyirdilər, ağır əziyyət çəkirdilər. Hamısı ya usta idi, ya fəhlə, ya taksidə, ya haradasa gedib daş örürdülər. Bir 5-3 manat pul qazanırdılar, gətirib ailələrini saxlayırdılar. Və bu günləri bunların bu həyatları darmadağın oldu. Bütün o zəif bədənləri, sağlamlıqlarını da itirdilər. Və indi bu günlər qayıdıb gələnlərə nə iş verirlər? Yəni darmadağın eləyəndən sonra qayıdıb gələndə də həm o adamlar hansı ki,
bütün dünyada məhbusların təzədən öz həyatına adaptasiya olmasından ötürü sosial layihələr var. Azərbaycanda Allaha çox şükür ki, bizim deputatlar bu barədə heç vaxt narahat olmurlar, çünki onları ancaq öz maaşları maraqlandırır. Azərbaycanda belə bir layihə də yoxdur, belə bir proqram da yoxdur, adaptasiya olma proqramı da yoxdur. Adamlara nəinki adaptasiya olmaq, nəinki onlara yəni necə deyim, bir insani münasibət, hətta iş də vermirlər ki, siz məhkum olmuşsunuz. Bu adamların günahı nədir ki, bunların həyatını bu şəkildə darmadağın edirsiniz? Fələstində demək olar, reallıqda baş verənlər fiziki bir insana bənzətsək, orada o fiziki cəhətdən yaşadıqlarını Azərbaycanda insanı mənəvi cəhətdən yaşayırlar. Fərqi yoxdur. Biz də oturduğumuz yerdə qəfildən həbs olunuruq, şərlənirik, iftiraya məruz qalırıq, türməyə düşürük. Elə bir ki, göydən bizim həyatımıza raket yağır və həyatımız darmadağın olur. Ya Fələstində darmadağın, evin eşiyin darmadağın olsun, ya həyatın darmadağın olsun. Bir insanın həyatı darmadağın olandan sonra onun evinin eşiyin nə formada olmasının heç bir mənası, heç bir anlamı qalmır. Çünki mənən insan çökür. Yəni, mən sizə yenə də deyirəm, bu zamanında Stalin bütün dünyanı qarşısına aldı və qalib oldu. Amma bu günləri Stalinin qalibiyyəti deyil. 37-ci ildə insanları haqsız yerə şərləyib, həbs etdirməyi, güllələtdirməyi və insanların həyatını məhv etməyi danışılır. Tarix həqiqətən amansızdır.